Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Noyabr ayında havalar anormal keçir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bir müddət əvvəl bizim mediaya verilən məlumata görə aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 9-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 10-15 dərəcə isti, gündüzlər 17-22 dərəcə isti, bəzi günlərdə 26 dərəcəyədək isti olacağı gözlənilir. Təbii ki, payızın ortasında 26 dərəcə anormal sayılır, çünki belə hava şəraiti insan sağlamlığı üçün təhlükəlidir. Mövzu ilə bağlı bizim mediaya danışan tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov bildirib ki, ilin payızı-qış mövsümündə havaların isti keçməsi insan orqanizmində bir sıra problemlər yaradır.